Axşamınız xeyir əziz dinləyicilər. Avtodiaqnoz efirdədir. Bir saata yaxın müddət ərzində sizinlə mən olacağım aparıcınız Elmin Bayramlı. Şəhərdə tıxac var və elə bu səbəbdən də qonaqlarımız bir balaca gecikirlər. Bilmirəm nə məsələdir, amma dünən sıxlıq az idi. Bugün şəhərin əsas girişi Bakı Buxtası Saz Neft Arası istiqamətinə sahil metro stansiyasının qarşısı Şəmsi Bədəlbəyli 28 may Azadlıq, Bülbül sıxlıqdır. Xətai prospekti Elm və Təhsil Nazirliyinin qarşısı, Gənclik, Atatürk Parkı və eyni qaydada Ziya Bünyadov istiqamətli. Ziya Bünyadovdan Koroğlu istiqamətinə sıxlıq yoxdur. Heydər Əliyev prospektindən də eyni qaydada şəhər istiqamətinə də və əks istiqamətə sıxlıq müşahidə edilmir. Bakı-Sumqayıt yolunda isə 20 yanvardan başlayan tıxac davam edir ekologiya postuna qədər. Bugün bizim qonaqlarımız Şah Avtoparkdandır və Şah Avtoparkın xüsusi kampaniyaları var. Eyni zamanda ümumiyyətlə bu taksi sferasında vəziyyət nə yerdədir? İstədik son məlumatları Şah Avtoparkın elə rəsmi nümayəndələrindən alaq. Əhməd bəy, axşamınız xeyir. Xeyir Elmin bəy. Necəsiniz? İşləriniz necə gedir? Çox sağ olun, minnətdaram. Siz necəsiniz? Yaxşı olar. Biz də sizin salamlara qoşuluruq. İstəyərdim Şah Avtopark haqqında qısa bir məlumat verəsiniz və sonra biz keçək suallarımıza. Olar, problem yox. Şah Avtopark bir ildir demək olaraq fəaliyyət göstərir. Əsas iş prinsiplərimizdən biri sahibkarlarda investisiya eləmək istəyən sahibkarlara kömək etməkdir. Yatırım tövsiyələri görürük ki, məsələn, yatırım etmək istəyirlərsə, 1, 2, 3 fərqi yoxdur. Neçə maşın ala bilirlərsə alırlar və bizim parka təhvil verirlər. Aylıq da təxminən 700 manatdan 1500 manata qədər qazanc əldə edirlər. Bizim dinləyicilərimizi maraqlandıran əsas məsələlərdən biri məhz bu gəlir hissəsidir ki, niyə 700-1500 fərq nəyə görə dəyişir? Bu proses necə baş verir? Fərq ondadır ki, maşının modelinə uyğun olaraq bu rəqəmlər dəyişə bilir. Məsələn, siz BYD Destroyer modelini verə bilərsiniz. Biz o avtomobil üçün aylıq 1000 manat ödəyirik. Verə bilərsiniz, məsələn, Toyota Fielder modelini və yaxud Agua modelini bu avtomobillərə də 708 manat ödəniş edir. Əhməd bəy, deməli bu bir neçə gündür ki, sosial şəbəkələrdə məlumatlar yayılır və taksi ilə bağlı deyirlər qıtlıq var. Bəli, düzdür. Elədirmi? Qıtlıq varmı? Səbəb nədir? Buna səbəb əslində parklarda bəzi məsələn parklar var idi ki, çox sürücünün açıq danışanda sertifikatı yox idi. Aha. Bu sertifikatsız sürücülər bloklanandan sonra, yəni aynanın verdiyi qərarlara əsasən sertifikatsız sürücülər bəzi aqreqatorlarda bloklandı. Bu bloklanandan sonra da şəhərdə olan taksilərin sayı azaldı və hal-hazırda da taksidə sıxlıq müşahidə olunur. Demək olar ki, yəni taksi tapmaq olmur. Əsas da tıxac vaxtlarında. Əsas da xüsusilə tıxac vaxtlarında deyirsiz tapmaq olmur. Baxın, indi mən baxıram şəhərin xəritəsinə, əksər yerlərdə tıxacdır. İndi bu vəziyyətdə də əmsal tətbiq edilir, qiymətlər də sözsüz ki, yüksəkdir. Təbii ki. Düzdürmü? Bəs bizim ümumiyyətlə Şah Avtoparkın biz danışdıq. Gəlin, sizin bir kampaniyanız var idi, hələ də davam edirmi? Mən siz avtomobili təhvil versəm, GPS, kasko sığorta bu necə baş verir? Siz avtomobilinizi bizə təhvil verirsiniz, rəsmi müqavilə əsasında avtomobilinizi sizdən servisdə təhvil götürürük, tam yoxlanmış şəkildə. Avtomobilinizi sizdən götürdükdən sonra avtomobilə GPS quraşdırılır, bu GPS proqramı sizə də verilir, bizdə də olur, əsas nəzarət bizim üzərimizdə olur. Siz yəni demək olar ki, heç bir şeyə qarışmırsınız avtomobilinizi bizə təhvil verəndə. Kasko sığorta olunur, hər hansısa bir Allah göstərməsin, bir qəza şəraitində də artıq kasko sığorta bu məsələni həll edir ki, sahibkar yəni bu işdə çox ziyana getməz. Kasko sığorta avtomobilin belə deyək də xərcinin nə qədər hissəsini qarşılayır? Maksimum, daha doğrusu minimum biz 24 min manatlıq təminatla alırıq. Bu 24 min manat
belə hesablanır ki, 250 manat franşizadan, yəni 250 manatdan aşağı xərc olarsa buna artıq park və sürücü qarşılayır. Buna yenə də sahibkar qarışmır. Əgər xərclər 250 manatdan yuxarı olarsa buna artıq kasko sığorta qarşılayır. 24.000 manata qədərdir. Yəni maşın yararsız hala belə düşsə, Allah yəni göstərməsin. Maşın yararsız hala düşsə belə sizin ödəniş yenə də kasko tərəfindən olunur. Yəni 24.000 manatlıq bir ziyan dəyərsə bu 24.000 manatı siz kaskodan ala bilirsiniz. Bu prosesləri onsuz avtopark icra edir. Düzdürmü? Pulun alınması müqavilə çünki sizlə bağlanıb. Bəli. Burada bir sual da var. Məsələn, biz tez-tez Xəzər xəbər olaraq məsələn şikayətlər daxil olur bizə. Ağac açdı, külək oldu və yaxud da ki, avtomobildə bir neçə avtomobilin iştirakı ilə zəncirvarı qəza oldu. Bu halda da yenə kasko qarşılayırmı bunu? Bəli, təbii ki. Yəni bu əsasən, bəli, buyurun. Təbii fəlakətlər də bu kasko paketinə daxildir. Əslində təbii fəlakət halları əvvəl kaskoya aid deyildi. Amma sonradan bizim bağladığımız müqaviləyə əsasən təbii fəlakət halları baş verərsə, yenə də kasko artıq ödənişini eləyir. Yəni ziyanın fərqi yoxdur. 24.000 manatlıq da ola bilər, 10.000 manatlıq da, 1000 manatlıq da. Yenə də bu xərcləri ödəməlidir. Bir məsələ var ki, geridə qoyduğumuz hansı ki 2025-ci ilin ilk yanvar, fevral ayları, hətta deyərdim mart ayı, Ramazan bayramı və son 12 günlük tətil bu taksi parkda ciddi təsir elədi. Yəni müştəri sayını biz açıq-aşkar hiss etdik. Sizin işinizdə necədir? Şah avtoparkda vəziyyət necədir? Şah avtoparkda bayram günlərində biz sürücülərdən heç bir şey tələb eləmədik. Ki, bayram günü olduğuna görə həm taksidə də iş zəif idi, həm Bakıda da heç kim yox idi deyə, hər kəs rayonlarda, bayrama görə rayonlara getmişdi deyə, o yüzden biz sürücülərdən demək olar ki, heç bir ödəniş almadıq. Sürücülərin işləməyinə baxırdıq. Məsələn deyirəm 100 manatdan əgər yuxarı işləmişdirsə o günü, bəli, onda ödəniş ala bilərdik, amma biz nəticəyə baxanda artıq sürücülərin işlədiyi nəticəyə baxanda görürdük ki, gündəlik 40-50 manat pul işləyib, biz ona görə də heç bir ödəniş almadıq. Yəni o günlər demək olar ki, sürücülərə hədiyyə olun. Bəs sahibkar? Sahibkarların ödənişi olun. Yəni işin zəif artıq olmasının burada bir amili yoxdur. Belə başa düşdüm, düzdür? Sahibkar ödənişlərində məsələn bəlkə də ilk aylardan biridir ki, 1, 2, 3 günə qədər ödənişlər gecikdi bizdə. Bu müqaviləmizdə də qeyd olunub. Yəni 5 günə qədər ödənişləri tam şəkildə ödəyirik. 5 günün bir gününü keçsə belə artıq orada biz 5% cərimə ödəyirik. Əhməd bəy, bizim qısa bir reklam fasiləmiz var. Reklam fasiləsinin ardından biz söhbətimizə davam edəcəyik. Bizim Şah avtoparkla bağlı suallarımız çoxdur. Baş sponsor Yevrol yağları. Və Yevrol yağlarından bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. 1977-ci ildən Hollandiyada istehsal olunan Yevrol yağları yalnız rəsmi distributorla satış həyata keçirilir. Dünyanın 95 ölkəsində var. Dakar rallisi, İsveç rallisi, Paris rallisi və bir çox beynəlxalq yarışların qalibidir. Yevrol yağlarının Azərbaycanda rəsmi distributoru Araz Motorsdur. Bu yağı yalnız Araz Motorsun tərəfdaşlarından əldə edə bilərsiniz və Yevrolun saxtası yoxdur. Nəyə görə bu qədər əminliklə deyirik? Çünki bazarda yoxdur, saxtalaşdırılmağa imkan verilmir və ən nəhayəti Yevrolun öz tərəfdaşlarında satışı həyata keçirilir. 050 320 36 36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Instagramda isə yevrol.az yazmaq kifayətdir ki, bizi tapa biləsiniz. Və qeyd edim ki, bizim Yevrolun Novruz müsabiqəsi artıq bitdi. Qaliblərimizi elə dünən canlı yayımda elan etdik. Amma siz yenə də bizi Instagramda, TikTokda və Facebookda yevrol.az yazaraq tapın, axtarın, izləyin və biz yenə müsabiqələrimizlə sizi sevindirməyə davam edəcəyik. Davam edirik dəyərli dinləyicilər. Şah avtoparkdan qonaqlarımız var və biz Yevrolla bağlı məlumatı təqdim etdim mən. İndi isə Əhməd bəy bizimlə xəttədir. Əhməd bəy? Bəli, eşidirəm. Bəli, reklamdan qayıtdıq. İlkin bəy də nəhayət ki, gəldi, çatdı. Qeyd edim ki, İlkin Talibov da bizimlədir. Şah avtoparkın nümayəndəsi. Xoş gördük İlkin bəy. Xoş gördük. Mən də sizi də salamlayıram. Bütün izləyicilərimizi salamlayıram. Xeyir olsun. Əhməd bəy, əlavəniz, təklifiniz varsa birlikdə elə üçümüz də efirinə davam eləyək.
Onlar problem yoxdur. Deməli biz İlkin bəy, Əhməd bəylə danışdıq, hansı ki, burada ödənişlər məsələsini danışdıq, qiymətləri danışdıq və sürücülərlə mən bilirəm ki, daha çox işləyən sizsiz. Sürücü seçimi tapmaq çətindirmi və niyə çətindir? Əsas odur ki, sertifikatlı sürücülərlə işləyirik. Sertifikatlı, sonra narkoloji testdən keçmiş sürücülərlə işləyirik. Sürücülük vəsiqəsi stajı 3 ildən yuxarı sürücülərlə işləyirik. Yəni ona görə biraz seçimdə biraz çətin olur. Seçmək çətin olur da. Mən yeri gəlmişəm bir məlumat da qeyd etmək istəyirəm. Şu avtoparkda biz qeyd elədik, indi digər məsələlərdə danışacağıq. 099 795 25 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Əgər siz də sürücü olmaq istəyirsinizsə və burada əslində şərtlər bəzi avtoparklara baxanda bir xeyli yaxşıdır. Söhbət nədən gedir? Sizin həm aylıq qazancınız, eyni zamanda işləmə saatınız və sahibkar üçün də bu məsələdə xüsusilə bir üstünlük var. Əhməd bəydən mən bir də onda dəqiqləşdirim. Əhməd bəy, sizinlə bağlanılan müqavilədə qeyd olunub ki, avtomobil gün ərzində maksimum 12 saat sürülə bilər. Bu təxminən neçə kilometr deməkdir? Yəni ay ərzində bizim avtomobil nə qədər sürüləcək? Bu ay ərzində əslində fəsildən fəsilə dəyişə bilər. Məsələn, qış aylarında bu kilometr daha aşağı ola bilər. Yay aylarında isə təxminən 350-400 kilometrə qədər qalxa bilir bu gündəlik olaraq. Bəlkə də az olur. Yəni bu əslində işin gedişatından asılıdır. Yəni belə deyək də aylıq 8-10 min arası olur, düzdürmü? Bəli, təxminən ortalama 8 mindən amma maksimum 10 min. Maksimum 10 mindir. Bizim hazırda avtoparkda olan avtomobillərə mən baxıram, 9 minə çatanı yoxdur. İndi bilmirəm bu sifariş yoxdur deyə belə olub. Nədir? Hətta İlkin bəyə bir neçə deyirəm ki, bu avtomobilin yağ dəyişməsi çatmadı. Deyir yox, hələ çatmayıb da. Baxırıq yürüyüş məsafəsinə baxırıq, görürük ki, bu 10 minə çatmır. Mən adətən 10 mindən bir dəyişirəm, İlkin bəy özü bilir. İndi şu avtoparkda özləri siz neçə mindən bir dəyişirsiniz öz avtomobilinizdə? Biz öz avtomobilimizin 10 mindən bir dəyişirik. Biraz ili keçdikcə, bu yürüyüşü keçdikcə düşür 7 min, 8 min kilometrə. Mənim sualım həm Əhməd bəyədir, həm də İlkin bəyədir. Bizim son bir aydır ki, efirimizə gələn ustalardan mən bu sualı soruşuram ki, taksi üçün ən yaxşı avtomobillər hansıdır? Mənə ən azı bir 4 avtomobil deyin. Birini siz deyin, birini İlkin bəy desin. Birinci yerdə hansını seçərdiniz? Birinci yerdə mən seçərəm BYD modeli. İkinci yerdə siz? Təbii ki, Toyota modeli. Toyota'nın hansı? Toyota Corolla modeli və yaxud da Fielder modeli. Birini deyək də, hansını? Corolla. Üçüncü hansını seçərdiniz siz Əhməd bəy? Təbii ki Fielder. Fielder'i artıq Corolla seçdi, siz Fielder seçirsiniz. Dördüncünü də İlkin bəy seçsin. O da ki Agua. Toyota Aqua model. Nissan Note bəs? Nissan Note da onlarda biraz hibrit model olmadığı üçün daha çox Toyota Aqua'lara daha çox üstünlük verilir. Daha çox Toyota Aqua, Fielder. BYD modeli ilə bağlı xüsusilə ən çox olan Destroyer səhv eləmirəmsə, bir də Gimplas'dır. Sizin avtoparkda da var. BYD Destroyer üçün ödəniş nə qədərdir? Sir deyilsə Əhməd bəy. Mən cavablayıram. Bəli. BYD Destroyer üçün aylıq nə qədər? BYD Destroyer üçün aylıq 1000 manat biz ödəniş edirik. Fielder modeli üçün isə aylıq 800 manat ödəniş edirik. BYD-lər sizin avtoparkda var. 100 mini keçən var, yəni özünü doğruldubmu bu avtomobil? Hal-hazırda 90 min gedən avtomobil var. O da şəxsi mənim öz maşınımdır, yəni özümün taksidə işlətdiyim maşınımdır. Ən çox gedən BYD-lər arasında o da hal-hazırda. Bunun hər hansısa bir texniki xərclər nədən ibarətdir? Açıq desəm, bəlkə də dinləyicilər buna inanmayacaq. Hal-hazırda bəlkə loru dildə desək, nakladqası belə dəyişilməyib. Əyləc qəlibləri belə dəyişilməyib. Bəli. Yəni o dərəcə demək olar ki, saz vəziyyət. Bəs bunlar bu avtomobillərin deyirlər ki, detalları çox nazikdir, qəza zamanı dözümsüzdür və problemlər yaradır. Ehtiyat hissəsi də bahalıdır. Əslində antireklamdır mənim fikrimcə. Çünki bu yaxın zamanlarda mənim öz avtomobillərimdən biri də yəni qəzaya uğradı. Qəzaya baxanda o maşını biz aparıb servisə qoymuşuq. Servisdə götürüb yəni videoya çəkib paylaşıblar ki, TikTokda yaxud başqa sosial şəbəkələrdəki maşının sürəti 20-30 olub, maşın qabağı yəni yararsız hala düşüb. Belə bir videolar paylaşılmışdı. O maşın da bizim maşınımız idi.
Mən artıq orada aydınlaşdıranda ki, bu maşın 20-30 ilə yox, bu maşının sürəti 70-80 olub, yəni qəzaya uğrayıb. Ondan sonra o video silindi. İndi bir məsələni soruşum sizdən Əhməd bəy. Elə maraqlı bir mövzuya toxundunuz. Deyək ki, avtoparkda olan sahibkarın avtoparkda olan avtomobili qəzaya düşdü. Bu halda ödəniş prosesi necə olur? Sözsüz ki, bunun təmirini siz həyata keçirirsiniz. Amma bəs aylıq ödəniş necə olur? Aylıq ödəniş artıq maşın servisdə qaldığı müddətdə aylıq ödəniş dayanır. Çünki burada nə sürücü qazana bilir, nə şirkət, nə sahibkar. Amma sürücü olmayanda biz çalışdığımız qədər riskləri aşağı salmaq istəyirik sahibkar üçün. Məsələn, sürücü oldu, olmadı, fərqi yoxdur, ödəniş olunur. Amma qəza şəraitində bura əlavə edəndə bu artıq şirkət üzərində çox böyük bir risk kimi dayanır. Nə qədər qalır orada məsələn? O artıq qəzanın şəraitinə baxır. Yəni qəza böyük olarsa bəlkə də maksimum 1 aya qədər maşın servisdə qala bilər. Amma məsələn çox cüzi bir qəza olubsa, məsələn burada dəmirçi işi var və yaxud rəngsaz işi var. Biz elə eləyirik ki, bunların hamısını günbəgün, yəni məsələn dəmirçi işi qutardı, bir gün ərzində yenə də başladırıq maşını işlətməyə. Bir gün sonranın gecə vaxtlarında artıq rəngsaza veririk ki, səhərə qədər maşın hazır olsun, yenə də işə davam edək. Çünki orada sizin müqavilədə deyəsən müəyyən bir müddət var idi ki, həmin müddət ərzində ondan tez olursa ödəniş olunur. 3-5 gün ərzində bəli, yenə ödəniş olunur, amma ondan sonraki günlərdə ödəniş təəssüf ki, eləyə bilmir. Yəni belə başa düşdüm ki, əgər qəza 3-5 gün arasında həll olunursa, bu sahibkarı maraqlandırır, yenə ödənişini eləyirsiniz. Bəli, bəli. Aha. Və bir məsələni də sizdən soruşum, elə yeri gəlmişkən, Bakıda istifadə olunan taksi avtomobillərindən biri də Kobaltlardır. Bəli. Bu Kobalt avtomobilləri Şah Avtoparkda niyə yoxdur? Biz Kobalt avtomobillərini öz parkımızda qəbul eləmirik. Niyə? Bunun bir çox səbəbləri var. İlk səbəblərdən biri, birinci növbədə Kobalt avtomobili yanacaq sərfiyyatı elə də yaxşı deyil. Bu birinci səbəblərindəndir. Əgər yəni benzinlə işləyirsə, yanacaq sərfiyyatı daha çoxdur. Çünki sürücü məsələn bu avtomobili istifadə edəndə 100 kilometrə təxminən 10-12 litrə yaxın benzin yandırır. Bu da sürücüyə sərf eləmir. Ondan əlavə qaz quraşdırırlar. Qaz da təhlükəlidir deyə biz bu yüzdən Kobalt avtomobillərini parklarımıza qəbul eləmirik. Və bir reklam məlumatımız var. Əhməd bəy, ilk ayrılmayın bizdən. Həmin məlumatı mən diqqətinizə çatdırım. Ondan sonra biz davam edəcəyik. Və dəyərli dostlar, bizim avtomobil gələrkən Şah Avtoparka təhvil verməmişdən əvvəl mütləq qayda onu ProGaraj servis aparırıq. Avtomobilinizdə də sizin də problem varsa, o zaman köməyə ProGaraj servis çatar. Servisin təcrübəli ustaları sizə avtomobilə dair bütün məsələlərdə kömək edəcək. Bununla yanaşı Toyota Prius, Honda, Nissan avtomobillərinin ehtiyat hissələrinin topdan satışı və istənilən avtomobilin ehtiyat hissələrinin sifarişlə gətirilməsi də həyata keçirilir. Bütün sosial şəbəkələrdə ProGaraj servis yazıb bizi tapa bilərsiniz. Ünvan Nəriman Nərimanov rayonu Ələsgər Qayıbov 21. 070 244 84 24 nömrəsilə əlaqə saxlaya bilərsiniz. Səbuhi bəy hazırda Dubaydadır. Ehtiyat hissələrinin gətirilməsi üçün ora gedib, eyni zamanda avtomobil sifarişi də həyata keçirilir. Bizim qonaqlarımız isə Şah Avtoparkdan Əhməd bəy və İlkin bəydir. Və bir məsələni də mən istəyərdim ki, İlkin bəydən dəqiqləşdirim. İlkin bəy, sürücünü dedik, çətin kriteriyalarla seçirsiniz. Hətta ay ərzində bir neçə dəfə narkoloji testdən keçirilməsi belə bu spontan olaraq yoxlanılır. Və bununla yanaşı mən bilmək istəyirəm ki, bu sürücülərə gündəlik necə nəzarət olunur? Yəni mən sahibkaram, deyək ki, siz mənə GPS kod vermişsiniz onsuz, mən baxa bilirəm. Mən getdim, yatdım, bu maşın gecə də işlədi, gündüz də işlədi. Bu proses necə olur? Belə deyim, həftədə bir dəfə çağırırıq bütün sürücüləri, vizual görüş keçiririk, avtomobillərə baxırıq, sürücülərin sürücü vəsiqələri yoxlanılır, təmizlikləri, maşın təmizliyi yoxlanılır. Ondan əlavə bütün sənəd işləri yoxlanıldıqdan sonra GPS-lə nəzarət olunur, dispetçersiz. Mən bir əməkdaşımız nəzarət edirik. Yəni GPS-ə ayrı-ayrılıqda nəzarət olunur. Təbii ki. Deməli mən keçən dəfə Əhməd bəy ilə danışanda
bu başa düşmədim. Bir dinləyicimiz bizə yazıb ki, salam aleyküm, TikToka video qoymuşuq, maşının arxası aşağıda olan video çəkilib, cərimə yazılıb. Bu barədə xahiş edirəm düzgün hərəkət proqramı bizdən bir saat əvvəl başlayır. Ərşad müəllimə ünvanlayasınız. Qanunvericiliklə bağlı hər hansısa bir fikir məndə var, amma ola bilər nəyisə səhv deyirəm, elə ən yaxşısı öz bildiyimiz sahədən danışmaqdır. Sahibkar avtomobilə baxışı necə keçirə bilər? Biz yağ dəyişmə zamanı bir gün əvvəl sahibkara xəbər veririk. Deyirik ki, sabahların filan servisdə avtomobilin yağı dəyişiləcək, baxış keçiriləcək. İstəsə orada da gəlib baxa bilər və yaxud da özü istədiyi vaxtı desin, deyirsə biz onu göndəririk, maşını özü baxıb nəzarətini elə bilir avtomobilinə. Bir məsələ də var, istərdim elə Əhməd bəy də cavablaya bilər. Bizim sizlə olan hansı ki əməkdaşlıq çərçivəsində avtomobillərin maksimal yürüşü 137.000 kilometrdir, mən belə xatırlayıram. Yəni bunların hər birinin də yürüş məsafəsi orijinaldır. Yəni burada özümüz yoxlayıb almışıq digərlərini. Amma mənə maraqlı ki, məsələn, taksi parkda 300, 350 min getmiş, 250 minə yuxarı getmiş Aqua Filter modelləri var ki, onların yürüş məsafəsi geri çəkilib və gəlir. Bu siz götürülərkən eyni qiymətdəmi olur və sonraki vaxtda bunun bir risk fərqi varmı? Əhməd bəy? Əslində 300 və yaxud 200 min getmiş avtomobilləri biz çox vaxt hakimiyyətə qəbul eləmirik. Çünki bu avtomobilin riskləri daha çox olur. Mühərrikdən də ola bilər, bu sürətlər qutusundan da ola bilər. Buna görə 200 mindən yuxarı biz avtomobilləri çox vaxt hakimiyyətə qəbul eləmirik. Eləsək belə yenə də qiymət eyni olur. Yəni məsələn Toyota Aggo modeli gətirmisiniz, bu modelin qiyməti 700 manat olacaq. Fərqi yoxdur kilometrajından asılı olmayaraq. Amma ki artıq mühərrikdə bir problem yaranarsa və ya sürətlər qutusunda bir problem yaranarsa, buna artıq sahibkar özü həll etməlidir. Deməli, məsələ belədir. İndi biz sizə təqdim etdiyimiz avtomobil kasko sığortalıdır, bütün xərclər sizlikdir. Mən sizə avtomobili təhvil verəndə nə mühərrik, nə sürətlər qutusunda problem yoxdur. Sonraki mərhələdə, deyək ki, bir 6 ay, 5 ay, 8 ay sonra əgər hər hansındasa birində problem olanda yenə bunu avtopark qarşılayır, yoxsa necə olur? Bəli, avtopark qarşılayır. Təxminən siz dediyiniz kimi 6, 7, 5 ay sonrasında əgər bir problem yəni verdiyimiz vaxtın 1 ay sonra, 2 ay sonra olsa, deyək ki, bu avtomobilin elə siz deməli, zavod istehsalında nəsə bir problemi var və yaxud da ki, sonraki istifadəsi üzrə. Amma bir müddət sürüləndən sonra artıq bu avtoparkın məsuliyyətindədir. Bəli. Və burada müqaviləni də bir qeyd eləmək istəyirəm. İstəyirəm ki, məlumat verək. Müqavilədə ödənişlər necə həyata keçirir? Günlük, həftəlik, aylıq, illik verirsiniz və yaxud da ki, bu müqavilələr neçə müddətlik bağlanır? Müqavilə bizdə minimum 1 ildən 2 ilə qədər bağlanır. Ödəniş isə gündəlik də, həftəlik də, aylıq da ola bilir. Bu artıq sahibkarın seçimidir. İstəsə aylıq, istəsə həftəlik, istəsə günlük seçə bilər və bu müddət ərzində ödənişi də göndərir. Bir də müqavilənin müddəaları hansı hallarda dəyişdirilə bilər? Məsələn, necə? Yəni deyək ki, biz sizdən 3 illik müqavilə bağlamışıq, 800 manat danışmışıq Toyota Filter avtomobili üçün. Yəni 3 il ərzində bu məbləğ ödənir, düzdürmü? Bəli. Bəs hansısa bir hal varmı, istisna hal ki, ya sahibkar tərəfindən və yaxud da ki, avtopark tərəfindən müqaviləyə bir tərəfli xitam verilsin? Bəli, təbii ki. Hansı halda məsələn sahibkarı başa düşdük, deyək ki, gəldi, dedi istəmirəm. Mən dedi da istəmirəm də sizdən işləmək. Düzdür Əhməd bəy? Bu vaxtı ondan tələb olunan nə olur? Əslində ondan tələb olunan 2 şey olur. Bir, GPS-in ödənişi və kaskonun ödənişi. Bu 2 ödənişi edir və müqaviləyə xitam veriləndən sonra bu ödənişlər olunandan sonra sahibkarın maşını sahibkara geri qaytarılır. Biz tərəfdən xitam necə verərik? Açığı belə bir şey hələ ki bizdə olmayıb. Təcrübədə olmayıb. Yəni təcrübədə olmayıb. Düzdür, hərdən ola bilir ki, sahibkar hər gün zəng eləyir, hər gün maraqlanır. Buna əslində ehtiyac yoxdur. Yəni həftə ərzində onsuz da hal-hazırda onun üzərində işləyirik ki, hər həftənin sonu hər sahibkara artıq maşının hesabatları göndərir. Maşın neçə kilometr gedib, maşının vəziyyəti necədir, kosmetik cəhətdən necə qalıb, yəni bunlar. Artıq bunlar göndəriləndən sonra da sahibkarlar məsələn hər gün zəng edib
maraqlanmağa mənə elə gəlir ki, artıq ehtiyac olmuyor. Və bir məsələ maraqlı məqama toxundunuz. Kosmetik xərclər nə mal? Deyək ki, biz siz avtomobili təhvil verəndə avtomobilin heç bir kosmetik xərci yoxdur. Bəli. Amma deyək ki, artıq az əvvəl dediyimiz kimi spontan haldır. Sahibkar deyir ki, məsələn, mənə pul lazımdır, avtomobilimi satmaq istəyirəm və yaxud da ki, çıxarmaq istəyirəm və avtomobili sizdən təhvil götürür. Bu zaman avtomobildə kosmetik xərclər olarsa necə olur? Bunun sürücü və şirkət həll edir. Bunun sürücü və şirkət. Bütün hallarda sahibkar burada iş düşmür də. Düzdür İlkin bəy? Bəli. Əslində Bütün hallar. Mən bilirəm ki, Əhməd bəyin özü həm də sahibkardır. İlkin bəyin özü də hər ikisinin taksi parkda öz avtomobilləri də var. Ona görə sahibkar kimi danışmaq deyəsən sizə daha çox sərf edir Əhməd bəy. Şah Avtoparkdan bizim qonaqlarımız var, İlkin bəy və Əhməd bəy. Mən xüsusilə qeyd etmək istəyirəm. Biz bütün məsələləri danışdıq, ümumi yenə yekunlaşdıracağıq. Yekun olaraq fikirlərimizi də deyəcəyik. Kasko sığorta və bununla yanaşı avtomobilə GPS-in quraşdırılması, sürücünün tapılması bu Şah Avtoparkın üzərinə götürdüyü öhdəliklərdəndir. Və bir məsələ var ki, burada avtomobil gün ərzində maksimum 12 saat sürülməyə icazə verilir. Əhməd bəy az əvvəl dedi ki, siz yürüyüş məsafəsi ilə bağlı həftəlik sizə məlumat da hazırda bu sistem üzərində işlənilir ki, avtomobil yürüyüş məsafəsi ilə bağlı məlumat verilsin. Amma belə sahibkar özü GPS vasitəsilə izləyə bilər. Lakin burada bir məsələ var ki, GPS-də texniki xəta amili var. Bu qlobalda, məsələn, adi Google Maps-də belə 200-250 metr xəta eləyir ünvanla bağlı. Və GPS-də ola bilsin ki, məsafə bəzən yanlış göstərə bilsin. Bu da çox böyük rəqəm deyil. Əhməd bəy, nə qədər fərq eləyir GPS-lə üzərindəki rəqəm arasında? Əslində hələ ki elə bir problemlə rastlaşmamışıq. GPS-də son vaxtlar yaşadığımız bir problem odur ki, siqnal çatmır. Ən əsas problemlərdən biri budur. Bu da şirkətin yox, əslində GPS şirkətinin üzərində. Bilirəm, GPS ölkəyə çox təəssüf ki, bir şirkət tərəfindən gətirilir və çox barmaqla sayılası qədərdir. Yəni alternativimiz yoxdur da, bilmirəm. Bu da bir tərəfdən monopoliyadır. Amma mövcud vəziyyətdə mən GPS-i proqramda görürəm, izləyirəm. Təkmilləşər. Mən proqramda izləyirəm və baxıram, İlkin bəyə deyirəm ki, yağın vaxtıdır, deyir yox, hələ var, GPS-də ola bilsin bir balaca xəta göstərir. Sonra həqiqətən baxıram ki, burada bir 700 kilometr falan bir balaca bir fərq var. Ay ərzində. Hə, və ən əsas məsələlərdən biri avtomobilin ən xərcli hissəsi onun döyünən ürəyi, mühərrikidir. Mühərrik yağını necə seçirsiniz? Və bu yağ dəyişmə İlkin bəy dedi, 10 mindən bir dəyişir. Bunun filtrindən tutmuş digər mayelər də var ki, nəzarət olunmalıdır. Bu proses necə baş verir? İlkin bəy istəyirsiniz, cavablaya bilərsiniz. Belə deyim də, JITX mayəsi yoxlanılır. Əyləc mayəsi. Bəli. Sonra yağı heç tökülür. Ümumi bütün mayələr hamısı yoxlanılır. Antifrizdir, o yoxlanılır. Əgər azdırsa üstünə tökülür, əlavə olunur. Belə kimi. Başqa bir aylıq belə baxım xərcləri bundan ibarətdir. Təkərləri də 15 mindən bir, yerləri dəyişilir, çarpaz olaraq dəyişilir. Onların hamısını özümüz nəzarət edirik. Hər dəfə özümüz nəzarət edirik. Bir səsli mesajımız var. Gəlin dinləyək görək, xalq bizdən nəyi soruşur? Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Mənim sualım Əhməd bəyədir. Biz taksi fəaliyyəti ilə, yəni Şah Avtoparkdan avtomobil arendaya götürərək rayonlarda, Lənkəranda və digər rayonlarda istifadə edə bilərikmi bolta qoşularaq? Əhməd bəy sualı eşitdi. Dinləyicimizi salamlayıram. Təəssüf ki, xeyr. Avtomobillər əsasən Bakı şəhərində istifadə üçün verilir. Rayonlara icazə verə bilmirik. Rayonlara icazə veririk ayda 1-2 dəfə, yəni gedib gəlməyə. O da indi ola bilər, məsələn, bayram günlərində gedə bilər və yaxud nəsə sürücünün bir işi çıxar bilər ki, rayona getsin, onda icazə veririk. Amma belə rayonlara işləməyə xeyr. Əhməd bəy, bir məsələ də var, elə yeri gəlmişkən soruşum. Bu avtomobillərin, xüsusilə hibrid avtomobillərin əsas xərcli hissəsi onun batareyalarıdır və bu avtomobillərin ABS sistemidir. Bu Toyota Aqua, eyni zamanda Toyota Fielder 350-400 min gedən var ki, biz bu
ustalar keçən dəfə Səbur bəy deyir, yanımıza biri gəlmişdi, 350 min getmişdi. Baxdıq ki, bateriyası indiyə qədər sökülməyib də, yəni üzərində olan bateriyasıdır. Amma çox təəssüf ki, bəzi işbazlar var ki, bura necə deyim də dələduzluq etməyə çalışırlar. Avtomobilin bu batareyalarının dəyişdirilməsi, ehtiyat hissələrinin dəyişdirilməsi. Şah Avtoparkda buna necə nəzarət olunur? Şah Avtoparkda həftəlik yoxlanış olduğuna görə hər həftə avtomobillər belə deyimsə diaqnostika olunur. Bu diaqnostika nəticəsində artıq görsənir ki, maşının məsələn batareya səviyyəsi necədir, ona əlavə texniki səviyyə hansı dərəcədədir. Yəni bunların hamısını diaqnostikada bizə göstərirlər. Ola bilər ki, məsələn batareya dəyişilsin və yaxud sürücü indi ola bilər ki, batareyanı söksün, çıxarsın, aparsın, satsın. Yəni bu gözlənilən hallardır əslində. Yəni bunlar olan bir şeylərdir. Hələ ki düzdür bizim başımıza gəlməyib. Əsas da üzərində çalışdığımız şey odur ki, bu cür hallarla qarşılaşmayaq. Deməli biz proqraj servislə danışdıq. Onlarda belə bir xidmət var ki, məhz avtomobilin ABS sistemidir və bu batareya sistemidir ki, bura özlərinin blomunu qoyurlar və bu blomdan artıq siz oradan belə deyək də, yəni kimsə siz özünüz nəzarət edə bilirsiniz. Proqraj servisə təkrar yoxlamaya gəldi və yaxud da digər usta deyir ki, burada blom var. Yəni bu sökülməyib. Amma batareyalardan biri çıxsa, artıq o blom qırılmış olur. Məncə bu da elə etibarlı çıxış yollarından biridir. Bizim Əhməd bəy qısa bir reklam fasiləmiz var. Reklam fasiləmizi keçid edək. Ondan sonra biz sizə davam edək. Bir də bir məsələ yadıma düşdü. Şah Avtoparkda xüsusi bir müsabiqə elan edilmişdi. Qaliblər nə vaxt təqdim eləyəsiniz? Qalibləri əslində təqdim eləmədik. Sadəcə hədiyyələri göndərdik. Biz məsələn indi orada bəzi xanım iştirakçılar var idi ki, mühərrik yağının qalibi olmuşdu. Məsələn, o mühərrik yağını avtomobili də yox idi deyə xanımın biz o mühərrik yağını biraz təqdim eləməyimiz düzgün çıxmazdı. Ona görə elə mühərrik yağının ödənişini göndərdik. Həmçinin kasko sığorta, ondan əlavə də pul mükafatları. Əla, təbrik edirik biz də qalibləri. Mən qeyd edim ki, Şah Avtopark yazıb sosial şəbəkələrdə tapa bilərsiniz. Facebook, Instagram, TikTok və mütəmadi belə müsabiqələr olur. Əgər sizin avtomobiliniz yoxdursa belə, bu müsabiqə yenə də sizin üçün faydalı. Bizim qısa bir reklam fasiləmiz var. Fasiləmizin ardınca yenidən studiyadayıq. Davam edirik dəyərli dinləyicilər. Şah Avtoparkdan bizim qonaqlarımız var. İlkin bəy, eyni zamanda Əhməd bəy də xəttədir. Əhməd bəy, eşidirsinizmi bizi? Bəli, eşidirəm. Biz bugün Şah Avtoparkın sahibkarlar üçün təqdim etdiyi imkanlardan danışdıq və bu bir çox müsbət tərəflərinin mən axtardım ki, mənfidən də bir nəsə tapım. Baxmayın da deyir, əvvəlcədən hər şeyi demək lazımdır. Bizim işimiz dinləyiciyə deməkdir. Və adətən mən taksi biz sahəsinə olan yatırımı evlə müqayisə edirəm. Əhməd bəy bilir, biz 100.000 manat ev ala bilmərik, amma 100.000 manata ortalama 4 avtomobil alıb aylıq 4.000 pul qazana bilərik. 1000 manat dediniz də. Dediniz ki, bir vaydı 1000 manatdır. Və bütün xərclər də məhz şirkət tərəfindən həyata keçirildiyinə görə burada narahat olmalı bir məqam yoxdur. Qəza, digər riskləri isə onu da kasko fikirləşsin. Və ən əsas məsələ İlkin bəy bir məsələni də xüsusilə fikirləşdilər ki, elə sürücü tapaq ki, bu sürücü bizimlə həm uzun müddətli işləsin və eyni zamanda da dürüst. Əsas burada dürüst sürücü tapmaq. Bu işin birinci çətinliyi budur. Yəni buradan başqasını mən görmürəm çətinliyi. Və indi istəyərdim ki, Əhməd bəy eləcə də İlkin bəy fərq yoxdur sualı ikiniz də cavablaya bilərsiniz. Şah Avtopark sürücülərə nə təklif edir? Əhməd bəy buyurun söz sizdə. Şah Avtopark sürücülərə yeni maşınlar təklif edir. Bu yeni maşınlarda belə deyim sizə, yeni maşınlardan əlavə keyfiyyətli komanda təklif edir. Sürücüləri yormadan, hər gün sürücünü üzürlü sayın sözünə görə bezdirmədən işləməyi təklif edir və yaxud gündəlik plan qoyulmur ki, gündəlik sürücü bu qədər gedişi tamamlamalıdır və yaxud səhər tezdən sürücünü zəng edib yuxudan oyatmırıq ki, çıxışda bu qədər plan veribsə, bizdə elə bir şeylər yoxdur. Bizdə iki cürdür. Ya sürücü icarə haqqını ödəyib işə çıxa bilər və yaxud maaşlı işləyə bilər. Maaşlı işdə də sürücü nə qədər çox qazanarsa,
yəni sürücü gündəlik nə qədər çox belə deyim bizə ödəniş eləyərsə, özü də daha çox qazanacaq. Məsələn, bu qazanc da 800 manatdan 1200, 1300, ola bilər ki, 1500-ə qədər qalxır. 1500-ə qədər qalxdı. Hansı şərtlərdə qalxır bu? Sürücü məsələn ay ərzində 4000 manat işləyibsə, bu 4000 manatın da 10% sürücüyə təqdim olunur. Bundan əlavə həftəlik gedişləri məsələn biz sürücülərdən tələb eləmirik. Əgər sürücü məsələn həftəlik gedişi də vursa, bu gedişin də 10-20% sürücüyə təqdim olunur. Ondan əlavə sürücü tutalım ki, ay ərzində heç bir gecikmə olmadan, heç bir borc olmadan işini tamamlayırsa, ödənişləri vaxtında eləyirsə, burada da əlavə sürücünü daha da həvəsləndirmək üçün əlavə bir ödəniş edilir. Əlavə bir ödəniş olunur. Sürücülərdən depozit məsələsi necə? Burada depozit varmı? Bəli, sürücünü biz işə götürərkən bəli, depozit tələb edirik. Çünki burada cərimə məsələsi var, ondan əlavə ödənişləri gecikdirmək məsələsi var. Sırf bunlara görə sürücülərdən depozit alırıq. Sürücülərdə depozit alırsınız. Və bir məsələni də mən istəyərdim ki, İlkin bəylə biz buna da sonda yekunda bir də aydınlıq gətirək. Sahibkarlar Şah Avtopark üçün az əvvəl saydığımız avtomobilləri, hansı avtomobilləri təqdim edə bilərlər, hansıları qəbul etmirik və aylıq nə qədər qazanc veririk? Daha doğrusu Şah Avtopark verir, biz vermirik. Dediyim kimi, Çin modellərindən BYD modellərdir, Toyota modellərdir verilsə, onların da aylığın yəqin ki Əhməd bəy dedi. Çin modellərində 1000 manatdır aylıq gəlirləri. BYD Destroyer-dən səbəb. Bütün xərclər avtoparklıqdır, kasko, GPS, yağ dəyişmə, hər bir şey bizlikdir. 1000 manat. Toyota Corolla Fielder üçün, bu da dediniz ən çox taksiyə yararlı avtomobillərdən biridir. Yanacaq sərfiyyatları nə qədər olur bunların İlkin bəy? Yanacaq sərfiyyatları gündəlik 100 kilometrə 4-4,5 litr. 4,5 100 km. Gündəlik təxminən nə qədər olur? Gündəlik də 15-20 manat civarında belə dəyişir. Sürməkdən çox şəxslidir təbii ki. Toyota Aqua modelləri üçün nə qədər ödəniş olunur? Toyotalar üçün aylıq 800 manat. Aqua Fielderə 800, Aqua'ya 700, düzdür? Bəli. 700 manat ödəniş olunur. Burada da yenə bütün xərclər məhz avtopark tərəfindən qarşılanır. Ümumilikdə mən sizə bazar qiymətini deyim. Toyota Aqua modeli 19.000, 20.000 arasıdır qiyməti. Toyota Corolla Fielder 22.500 hardasa o qiymətlərdən başlayır və 25-26 minə qədər gedir. BYD Destroyer Çin avtomobillərinin qiyməti də 23.200-23.400-dən başlayır. Düzdürmü? 24 minə, 25 minə kimi vardır. Var, 24, 25, hətta onun da 26 minə. Və bununla yanaşı Çanqanlar da var, A05-dir, 205-dir. Bunlar da avtoparkda istifadə edilə bilər. Bəli, edilə bilər. Başqa bizim qeyd etmədiyimiz nəsə qaldı Məhəmməd bəy? Xeyr, hər şey danışdıq demək. Çox təşəkkür edirəm. Şah Avtoparkdan Əhməd Hacı Talibov və İlkin Talibov bizim qonağımız idi. Əhməd bəy, sizə uğurlar, işləriniz çoxdur, bilirik. Minnətdaram, çox sağ olun, təşəkkür edirəm. İlkin bəy, sizə də minnətdarım vaxt ayırıb gəldiyiniz üçün və suallarımıza cavabladığınız üçün. Çox sağ olun, mən də təşəkkür edirəm. İzləyicilərimizə çox sağ olun deyirəm ki, vaxtdan bizə ayırdıqlarına görə. Bugünlük bizə ayrılan vaxt burada sona çatır. Bir daha qeyd edim mən Şah Avtoparkla əlaqə nömrələrini 099 795 25 85 nömrəsilə əlaqə saxlaya bilərsiniz. Instagram, digər sosial şəbəkələrdə isə Şah Avtopark yazmağınız kifayətdir. Ola bilər avtomobiliniz hazırda hansısa başqa bir parkdadır və yaxud da ki, avtomobili alıb başqa bir parkda yoxlamaq istəyirsiniz. Problem yoxdur, bunu da edin və sonda Şah Avtopark fərqini görməyə sizi dəvət edirik ki, bu fərqi siz real olaraq görə biləcəksiniz. Xudahafiz, gecəniz xeyrə qalsın. Sabah eyni vaxtda görüşmək ümidi ilə.